Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat işlevlərindən səhifə 28-dəki tapşırıqların izahlarına baxacağıq. Bir nömrəli tapşırıqdan başlayaq. Yazılıb ki, nisbətləri sadələşdirib ekvivalent olub olmadıqlarını yoxla. Tənasib əmələ gətirirlərsə bu işarəni, əks halda isə digər işarəni qeyd et. İndi biz birinci bilməliyik ki, tənasib nədir? Tənasib iki nisbətin bərabərliyinə deyilir. Məsələn, nümunə göstərim sizlər üçün. 2 dənə nisbət yazaq. Tutaq ki, 10 bölünsün 2. Bilirik ki, bu nisbətin qiyməti 5-ə bərabərdir. Başqa bir nisbəti yazıram, qiyməti 5 olsun. 20 bölünsün 4. Görürsünüz ki, 2 dənə nisbətdir, hər ikisinin də qiyməti 5-ə bərabərdir. Yəni, hər ikisi bir-birinə bərabərdir. 2 dənə nisbətin bərabərliyi. Bu adlanır tənasib. İndi bizə deyilir ki, nisbətləri sadələşdirib ekvivalent olub olmadıqlarını yoxla. Gəlin birinci verilən nisbətləri sadələşdirək. Baxın, birinci verilib 6 bölünsün 8. Mən bu nisbəti kəsir şəklində yazıram. Baxın, bilirsinizə, kəsir xətti bölünməməlidir. Burada ixtisar apara bilərəm. Baxın, 6 2-yə bölünür neçə dəfə? 3 dəfə. 8 2-yə bölünür 4 dəfə. Qalır 4-də 3. Sadələşdirdim. Daha bundan sonra ixtisar getmir. Ən sadə forması budur. Daha sonra 9 bölünsün 12 nisbətini gəlin sadələşdirək. Bunu da kəsir xətti ilə yazıram. 9 sürətdə 12 məxrəcdə. İxtisar aparıram. Hər ikisi 3-ə ixtisar gedir. 9 3-ə 3 dəfə, 12 3-ə 4 dəfə qalır. 4-də 3. Görürsünüz ki, sadələşdirdim və hər iki kəsirin qiyməti nəyə bərabər oldu? 4-də 3. Deməli, hər iki nisbətin qiyməti daha doğrusu 4-də 3-ə bərabərdir. Deməli, bunlar bir-birinə bərabərdir. Deyir ki, nisbətləri sadələşdirib ekvivalent olub olmadıqlarını yoxla. Bəli, yoxladıq, gördük ki, həqiqətən də bunlar ekvivalentdir. Daha sonra tənasib əmələ gətirərsə, bu işarəni qoyaq. Bəli, bunlar tənasibdir. Çünki bu nisbətlər bir-birinə bərabərdir. İkisinin də bir-birinə bərabər, ikisində də eyni qiymət aldıq. Yəni, 6 ilə 8-in nisbəti də 4-də 3-ə bərabər oldu. 9 ilə 12 nisbəti də 4-də 3-ə bərabər oldu. Hər ikisi 3 bölünsün 4-ə bərabər oldu. Hər ikisinin qiyməti eyni qiymətdir. Deməli, bunlar tənasibdir. Yəni, 2 dənə nisbət bərabərdir bir-birinə. Bərabər olasa, bilirik ki, bunlar tənasib əmələ gətirir. Daha sonra keçək. Digərinə baxaq, sadələşdirək. Baxın, 7 bölünsün 1,5. Mən bunu kəsir şəklində yazıram. Burada baxın, onluq kəsirdə bizə vergül biraz mane olur. Gəlin burada neynəyək? Deməli, sürəti də məxrəci də birinci 10-a vururam. Bilirik ki, kəsirin əsas xassəsidir. Kəsirin sürəti məxrəcini eyni bir ədədə vura və bölə bilərik. Sürətli məxrəci də 10-a vururam. Baxın. Alınır neçə? Sürətdə alınır 70, məxrəcdə alınır 15. Daha sonra indi ixtisarımı aparıram. Bunu ona görə edirəm ki, burada vergül yox olsun. Vergül biraz bizə maneçilik törətməsin. Belə. İndi sürət və məxrəcdəki ədədlər hər ikisi bilirik ki, nəyə bölünür? 5-ə bölünür. 5-ə bölək. Deməli, 15 5-ə bölünür 3 dəfə. 70 5-ə bölünür neçə dəfə? 14 dəfə. Belə. Alındı 3 bərabərdir 3-də 14-ə. Daha sonra keçək digərinə baxaq. 28 ilə 6-nın nisbəti. Bunu da kəsir şəklində yazıram. 28 bölünsün 6. Buradan da baxıram, sürət və məxrəc hər ikisi hansı ədədə bölünür? 2-yə bölünür. Hər ikisini bu kəsiri 2-yə ixtisar aparıram. Deməli, 28 2-yə 14 dəfə bölünür. 6 2-yə 3 dəfə. Bərabərdir 3-də 14 olur. Görürsünüz ki, hər ikisinin qiyməti 3-də 14-də bərabərdir. Deməli, bu nisbətlər də ekvivalentdir. Sadələşdirdik və gördük ki, hər ikisi 3-də 14-də bərabərdir. Deməli, ekvivalentdir. Və hər ikisi 3-də 14-də bərabər olduğu üçün, 2 dənə nisbətin də qiyməti bərabər olduğu üçün deyirik ki, bunlar nədir? Tənasib əmələ gətirirlər və bu işarəni qoyuruq. İndi yazaq, tənasib kimi yazsaq, 7 bölünsün 1,5 bərabərdir 28 bölünsün 6. Bu oldu 2 nisbətin bərabərliyi, yəni tənasib. Davam edək. Sonuncunu yazaq. 3,6 bölünsün 9. Gəlin bunu sadələşdirək. Burada da vergüldən azad olmaq üçün sürət və məxrəci 10-a vururam ki, vergül için daha sonra rahat şəkildə ixtisarımızı aparaq. 3,6-nı 10-a vuranda alınır 36. 9-u 10-a vuranda alınır 90.
İndi kəsirin sürət və məxrəci hər ikisi nəyə bölünür? 18-ə bölünür. 36 18-ə bölünür 2 dəfə. 90 18-ə bölünür 5 dəfə. Qalır 5-də 2. Sadələşdirdik, aldıq 5-də 2. Digərini sadələşdirək, 9 bölünsün 12. Hər kəsirin sürət və məxrəci hər ikisi 3-ə bölünür. 3-ə xisar aparıram. 9 3-ə 3 dəfə, 12 3-ə 4 dəfə bölünür. Qalır burada 4-də 3. Görürsünüz ki, sadələşdirdim və müxtəlif qiymətlərə bərabər oldu. Biri 4-də 3, biri 5-də 2. Deməli, bunlar ekvivalent deyillər. Və iki nisbət bir-birinə bərabər deyil. Bərabər olmadığına görə də bunlar tənasib sayılmır. Belə. Daha sonra davam edirik 2 nömrəli tapşırıq ilə. 2 nömrəli tapşırıqda deyilir ki, nisbətləri sadələşdirmək ilə ekvivalent olanları müəyyən et. Ekvivalent nisbətləri tənasib şəklində yaz. Baxın, A variantında 3 dənə nisbət verilib. Başlayaq birinci 14-də 12-dən. Gəlin bu nisbəti sadələşdirək. Bu nisbəti sadələşdirmək üçün sürət və məxrəci deməli hər hansı bir ədədə bölək. Yəni kəsri ixtisar aparaq. Hər ikisinin bölündüyü ədəd 12 və 14-ün bölündüyü ədəd neçədir? 2-dir. 12 2-yə 6 dəfə bölünür. 14 2-yə 7 dəfə qalır 7-də 6. Deməli birinci kəsir oldu 7-də 6. İkinci kəsirə baxaq. 28-də 21 ixtisar aparaq. Hər ikisi 7-yə bölünür. 21-i 7-yə bölürük 3 dəfə. 28-i 7-yə bölürük 4 dəfə. Alındı 4-də 3. İndi gəlin 3-cü kəsiri də ixtisar aparaq. 21-də 18. 21 və 18 hər ikisi 3-ə bölünür. 18 3-ə 6 dəfə, 21 3-ə 7 dəfə qalır. 7-də 6. Deməli buradan görürük ki, baxın 7-də 6, 7-də 6. Bu kəsirlərin qiymətləri bir-birinə bərabər oldu. Sadələşdirdikdə bunu görürük. Deməli birinci kəsir ilə ikinci kəsir bir-birinə bərabərdir. Yəni 12 bölünsün 4 ilə, baxın 12 bölünsün 4 ilə 4 yox, daha doğrusu 14. 12 bölünsün 14 ilə 18 bölünsün 21 bir-birinə, bu nisbətlər bir-birinə bərabərdir. Və deməli bu nisbətlər bərabərdirsə, ekvivalent nisbətlərdirsə, bunlar nə olur? Tənasib əmələ gətirir. İki nisbətin bərabərliyi tənasibdir. Deməli bu tənasibi yazmaq olar buradan. Nisbətləri, bu ekvivalent nisbətləri tənasib şəklində yazdıq. Keçək B variantına. Burada da sadələşdirək və ekvivalent olan nisbətləri tapaq. Sonra da onları tənasib şəklində yazaq. Baxın. 8 bölünsün 12 kəsir şəklində də yaza bilərsiniz uşaqlar. Və yaxud da istəməyin kəsir şəklində yazmasın. Məsələn, burada da eyni qayda ilə demişik ki, tənasibin hər iki həddini eyni bir ədədə vura və yaxud da bölə bilərik. Ona ekvivalent olan bir nisbət almış olarıq. İndi bu tənasibin hər iki həddini mən 4-ə bölürəm. 8 4-ə bölünür 2 dəfə, 12 4-ə bölünür 3 dəfə. Və bu nisbətə ekvivalent olan bir nisbət aldım. 2 bölünsün 3 nisbəti. İndi digərini yazıram. 10 ilə 16-nın nisbəti. Bu nisbətin hər iki həddini bölürəm 2-yə. 12-yə bölünür 5 dəfə, 16 2-yə bölünür 8 dəfə. Sonuncunu yazıram. 12 bölünsün 18. Bu nisbətin də hər iki həddini bölürəm 6-ya. Bilirəm ki, 6-ya bölünür. 12 6-ya bölünür 3 dəfə, 18 6-ya bölünür. Bağışlayın. 12 6-ya bölünür 2 dəfə. Dəqiqə. 12 6-ya bölünür 2 dəfə, 18 6-ya bölünür 3 dəfə. İndi buradan gördüm ki, hər 3 nisbəti sadələşdirdim. Və gördüm ki, birinci nisbətdə və sonuncu nisbətdə, birinci və sonuncu nisbətin görürsünüz ki, bərabərdir bir-birinə. Hər ikisində 2 ilə 3-ün nisbətini aldım. Deməli, bu nisbətlər ekvivalentdir. Yəni, 8 bölünsün 12 nisbəti ilə 12 bölünsün 18 nisbəti ekvivalentdir. Və beləliklə bunlar tənasib əmələ gətirirlər. Keçək indi C variantına baxaq. C variantında da bizə nisbətləri kəsir şəklində verilib. Belə də ixtisar edək. 15-də 10 kəsiri. Bu kəsirin sürət və məxrəci 5-ə bölünür. 5-ə ixtisar aparıram. 15-ə bölünür 2 dəfə, 15 5-ə bölünür 3 dəfə qalır. 3-də 2. İkinci kəsirə baxırıq. 20-də 16. Sürət və məxrəcin hər ikisi 4-ə bölünür. 24-də 5 dəfə bölünür. 16 4-də 4 dəfə bölünür. Alınır 5-də 4. Üçüncü kəsirə baxıram. 25-də 20. Sürət və məxrəcin hər ikisi 5-ə bölünür. 25 5-ə 5 dəfə bölünür. 25-ə 4 dəfə bölünür. Alınır 5-də 4. Gördüyünüz kimi ikinci və üçüncü kəsirin qiymətləri bərabərdir. Deməli, bu iki dənə kəsir ekvivalentdir. Bunları tənasib şəklində yazıram. 16 bölünsün 20 bərabərdir. 20 bölünsün 25-ə. Bu da oldu tənasib.
Davam eləyək. Digər tapşırığa baxaq. Bundan sonra gələn tapşırıq. Deməli 3 nömrəli tapşırığa baxaq. Yazılıb ki, fikirlərin doğruluğunu yoxla. Ekvivalent nisbətləri tənasib şəklində yaz. Gəlin baxaq. Yazılıb ki, 8-in 26-ya nisbəti, baxın yazıram. 8-in 26-ya nisbəti 12-nin 39-a nisbətinə bərabərdir. Gəlin hər iki nisbətləri sadələşdirək. Baxaq ki, həqiqətən də bir-birinə bərabərdir ya yox. Birinci nisbəti baxanda bilirəm ki, bu nisbətin hər bir həddini 2-yə bölə bilərəm. Hər ikisi 2-yə bölünəcək. 8-i 2-yə böləndə alınır 4, 26-nı 2-yə böləndə alınır 13. İkinci nisbətində hər iki həddini 3-ə bölürəm. 12-ni 3-ə böləndə alınır 4, 39-u 3-ə böləndə alınır 13. Gördüyünüz kimi nisbətlər bərabər oldu. Hər ikisi 4 ilə 13-ün nisbətinə bərabərdir. Deməli bunlar ekvivalentdir və bunları tənasib şəklində yaza bilərik. Belə yazırsınız. 8 bölünsün 26 bərabərdir 12 bölünsün 39. İki nisbətin bərabərliyi. Keçək B variantına baxaq. Yazılıb ki, 1,8 ilə baxın yazın burada. 1,8 ilə bunu kəsir şəklində yazıram. Çünki burada onluq kəsirdir. Burada vergülü yox etmək istəyirəm ona görə. 1,6 bağışlayın 1,8 ilə 4-ün nisbəti. İndi gəlin birinci bunu sadələşdirək. Bu nisbətin hər iki həddini mən 10-a vururam. Yəni sürət və məxrəcin hər ikisini 10-a vururam ki, burada vergül yox olsun. 1,8-ə 10-a vuranda alınır 18. 4-ü 10-a vuranda alınır 40. İndi sürət, bunu xəsər aparaq. Hər ikisi sürət və məxrəcin hər ikisi hansı ədədə bölünür baxaq. Deməli 2-yə bölünür. Hər ikisini 2-yə bölək. 18 2-yə bölünəndə alınır 9, 42-yə bölünəndə alınır 20. Qalır burada 20-də 9. Birinci nisbəti sadələşdirdik. Keçək ikincinə baxaq. 2,7-nin deyir ki, 6-ya nisbəti. Baxın, yenə də mən hər sürət və məxrəci 10-a vururam ki, vergülü birinci yox edim. 2,7-ni 10-a vursaz 27 alınacaq. 6-da 10-a vuranda 60 alınır. Sürət və məxrəcin hər ikisi 3-ə bölünür. Gəlin 3-ə bölək. 27 3-ə bölünür 9 dəfə. 60 3-ə bölünür 20 dəfə. Alındı 20-də 9. Gördünüz ki, bu nisbətləri də sadələşdirdik. Hər ikisini aldıq 20-də 9. Deməli, bu nisbətlər bir-birinə ekvivalentdir. Ekvivalentdir ki, eyni qiymətlər alınır. Deməli, bunları biz tənasib şəklində yaza bilərik. 2 də nisbətin bərabərliyi. İkisi də bir-birinə bərabərdir. 1,8-in 4-də nisbəti bərabərdir. 2,7-nin 6-ya nisbəti. Belə, bu oldu tənasib. Davam eləyək. 4 nömrəli tapşırığımıza baxaq. Yazılıb ki, tənasibdə kənar hədlərin hasilinin orta hədlərin hasilinə bərabər olduğunu yoxla. Tənasibin əsas xassəsidir bu. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olur. İndi gəlin baxaq. Tənasibdə kənar hədlər, baxın. Bu hədlərdir. 15 ilə, deməli bir dəqiqə. Bu tənasibdə 15 ilə 6 kənar hədlərdir. Baxın, 2 yazıram. 10 ilə 9 ilə orta hədlərdir. 10 ilə 9. Kənar hədlərin hasilini tapıram burada. Baxın, 15-i vururam 6-ya. Bərabərdir. Burada da aşağıda da orta hədlərin hasilini tapıram. Orta hədlər hansılardır? 10 ilə 9. 10 ilə 9-un hasilini tapırıq. 15-i 6-ya vuranda alınır 90. 10-u 9-a vuranda alınır 90. Həqiqətən də gördük ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. İndi burada kənar hədlər 8,4 ilə, baxın, 5-dir kənar hədlər. Orta hədlər isə 7 ilə 6-dır. Bunu belə şəkildə öyrənin. İndi başqa cür deyirsiniz ki, biz kəsir şəklində bəzi uşaqlar kənar orta hədləri tapmaqda çətinlik çəkir. Məsələn, bunu belə yazsa 8,4 bilirsinizsə kəsir xətti bölmə əməlidir. Böl 6 bərabərdir 7 bölünsün 5. İndi burada kənar hədlər hansılar oldu? 8,4 ilə 5. Orta hədlər də 6 ilə 7. Kənar hədlərin hasilini yazaq. 8,4 vurulsun 5. Burada da 6 vurulsun 7. 8,4'ü 5'e vuranda alınır 42. 6'nı 7'ye vuranda alınır 42. Həqiqətən də gördük ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Beləliklə, səhifə 28-in də sonuna gəldik. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Sağ olun.